Salam aleykum, hər birinizi salamlayıram. Demək, gözəl bir içki düzəldirdim. Dedim elə paylaşım, sizə də faydalı olsun. Kim istəyər düzəldər, inşallah içər. Uşağınız da içə bilər, çox gözəldir. Birini düzəltmişəm, evdəkilər içəcək, bunu da mən özüm içəcəm. Demək, çiçək tozu lazımdır bizə, təmiz bal lazımdır, bir də limon lazımdır. Tərkibi mineral vitamin baxımından zəngindir çiçək tozunun. Özü çox gözəl çiçək tozudur. Bizdən alanlar bunu bilir. Dad da mükəmməldir. Mən açığı bu mağazadan alınan spirtli içkilərdir, sonra fantadır, koladır, bizondur və s. Mən bunlarla konkret tutarmışam. Mən onlara son demişəm, son. Bir daha heç vaxt mən onlardan istifadə eləməyəcəm. Bir çay qaşığı götürüb, bir stəkan yox suya qarışdırılır çiçək tozu. Məni pis günə saldı, bax o pis vərdişlərim. Limon şirəsi çıxırıq bura. Bunu qəşəng qarışdırırıq. Çox ləzzətli olur, həm də çox faydalı. Çiçək tozunun tərkibi Mendeleyev cədvəlidir. Bir də balın gözəlliyinə baxın siz. Buna baxın bir dənə. Çox xoşum gəlir mən bu meşə balından. Buna baxın. Bunu ölüyə içizdir, ayılacaq. Duracaq ayaqda. Elə bir şeydir bax bu. Ölü içər dirilər. Belə. Bismillah, bir dənə baxaq. Çox gözəldir. Çalışın pis vərdişlərdən uzaqlaşın. Məni 36 yaşımda kəskin babasel xəstəliyi, qaraciyər xəstəliyi, böyrəklərim daşla doldu, tənbəl zobum da var idi. Sonra 36 yaşıma qədər gedən ishal, axırda da gəldi çıxdı ağciyərdə onkoloji problem. Daha nə gəlməli idi ki? Yaxşı bu gəldi onkoloji problemdə, ayılmırdım. Gedirdim fəlakətə. Bax, mən bu həyatımda olan pis vərdişləri çıxartdım və mən sağaldım. Düzdür, indi mən bu onkoloji problemə görə ximioterapiya almışam, vəziyyətdən, böhrandan çıxmağa görə. Amma mən o birisi sadaladığım xəstələrə görə, heç birinə görə müalicə almamışam. Onlar hamısı sağlam mərkəzi ilə gedib, düzgün qidalanmaqla gedib. Hər birinizə tövsiyə edirəm. Vaxtında yatın, vaxtında durun. Düzgün qidalanın, qidaların arasında olan vaxta diqqət edin. Mən bunu içdimsə, ən azından bir yarım saat gözləməliyəm ki, növbəti nəyisə içim və yaxud yiyeyim. Yəni, bu vaxtlar var burada. Gündə də bir saat yarım yürüyüş eləmək lazımdır. Sağlam mərkəzinə gəlmək istəyən insan mütləq bağırsaqlarını təmizləyib gəlməlidir. Siz bir dənə gərçək yağı ilə bağırsaq təmizlənməsi eləyin və yaxud da ki, maqni sulfatını görün sizdən nələr gəlib töküləcək. İllər nə gəlib yiyib içirsiniz. Siz bir dənə bunları eləyin, özünüz nəticəni görəcəksiniz. Bir də canlı qidaları çox yiyin, canlı. Qazanda pişən qidanın bizə heç bir faydası yoxdur. Orada nə mineral qalıb, nə vitamin. Hər şey ölüb. Ölü bizə nə fayda verə bilər? Bizə yalnız canlı qida lazımdır. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin, özünüzdən müğayət olun.